Salam əziz izləyicilərim, xoş gəlmisiniz Xatirə mətbəxə. Mən bugün qəşəng çığırtma hazırlayıram, toyuq çığırtması sizinlə də bölüşürəm. Mən pomidor vaxtı çığırtma hazırlayıram, pomidor əlavə edirəm. Amma qışda abqora əlavə edirəm. Qışda heç vaxt bağlama pomidor da olur, təzə pomidor da olur, eləmirəm, abqora əlavə edirəm mən qışda. Amma yayda bu vaxtı pomidor olanda mən pomidor 2-3 dənə doğrayıram, o da dadlı olur. Başqa da olur da yəni, ləzzətli olur, o da ləzzətli olur. Qışda da abqora ilə pişirdiyim, o da bir ayrı ləzzətli olur. Turş məzəliyi verir abqora. Qəşəng toyuğu doğramışam, qaynatmışam bir burun. Təzədən onu təmiz yumuşam, əlavə edirəm soğana, kərə yağı, soğan, toyuğu. Bir yerdə qəşəng qovururam. Elə bil hardasa yağa düşənə qədər. Bax gördünüz, qovruldu, soğanın suyu çəkildi. Toyuğu da çiğ əlavə eləyəndə onun da suyu çıxır, lıqqa kimi olur da belə. Yaxşı olmur. Onun suyu quruyana qədər da toyuq əldən gedir. Ona görə toyuğu qaynadıram. Da suyu çıxmır qovuranda. Belə yağa tez düşür. Soğanın suyu quruyan kimi yağa düşür. Üzərinə də 2-3 pomidoru doğramışam, xırda-xırda əlavə eləmişəm. Həm pomidoru rəngin gözəl eləyib çığırtmanın, həm də dadında fərqi var. Yəni bu ayrı dad verir. Dadlı olur, qəşəng olur. Qəşəng bu da qovrulur, pomidor da suyu çəkilir, yağa düşür. Ondan yumurtası, neçə yumurta vurursunuz, özünüz bilərsiniz. Hamı öz ailəsinə dair bişirir yeməyi. Məsələn, reseptdə bir toyuğa, qədimi resepti deyirəm sizə, yəni yazılı reseptim var idi mənim. Bir toyuğa 1 kilo soğan, 10 yumurta vurulurdu. Bu bir toyuğun resepti idi. İndi kim necə istəyir, nə tərz istəyir, ailəsinə dair çığırtmanı sobada bişirdim yumurtanı vurandan sonra. Çox qəşəng, rəngi də gözəldir, dadı da gözəldir. Görürsünüz necə gözəl çıxıb çığırtma. İnşallah siz də bişirərsiniz. Sağ olun, sağlıqla qalın.